Haqq Səsi TV redaksiyasının 2-ci qrup Qarabağ qazisi İmam Əliyev Vidadi müraciət edir. Qazi müraciətində bildirir ki, 34 il jurnalistika təcrübəsi olan Elxan Müzəffəroğlu hər zaman şəhid ailələrinin və qazilərin problemlərini hər zaman diqqətdə saxlayır, müraciətlərinə diqqət göstərir. Eriç rayon qazisi İmam Əliyev Vidadinin müraciəti ondan ötürüdür ki, dövlət tərəfindən verilən evdə problemlər yaranır, qaz sistemi çəkilmir, işıq sistemlərində problemlər var. Daha ətraflı vətəndaşın özünə dinləyək. Əziz izləyicilər, hörmətli vətənimin qeyrətli olanları, sizi narahat eləyən 2-ci qrup Qarabağ müharibəsi qazisi İmam Əliyev Vidadi, Lerik rayon Mololan kəndindən. 2011-ci ildə hökumət tərəfindən biz qazilərə göstərilən qayğı nəticəsində mən üçün də yaşayış fərdi ev tikilmişdi. Yəni tikinti şirkətinin elədiyi sələnkarlıq sahəsində, yəni evim hal-hazırda bu vəziyyətdədir. Qəzalı vəziyyətdədir, uçur, dağılır. 2021-ci ildə təbii fəlakət oldu, külək oldu. Evin çardaq hissəsində parçalanma olmuşdu. Yəni evin çölkə fəsadları da artıq dağılmaq üzrədir. Yəni aidiyyatı orqanlardan, vətənimin qeyrətli insanlarından səsimə səs verməyini xahiş edirəm. Bir Azərbaycan Respublikasından, müstəqil Azərbaycan Respublikasının torpaqlarını qoruyan bir şəxs kimi, bir qazi kimi. Yəni indi evin iç nahiyəsinə keçirik, zal tərəfinə keçirik. Yəni əsas fəsadlar orada müşahidə olunur. Çox xahiş edirəm ki, bu haqda bir tədbir görəsiniz. Yəni Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, yəni bir vətənin o evladı kimi sizdən artıq dərəcədə xahiş edirəm. Yəni artıq biz evin içinə giririk. Yəni evin zal layihəsində belə bir həmin təbii fəlakətdən sonra yaranmış belə bir epizod var. Yəni həmin o yağış suları evin çardağından sızaraq pol layihəsinə görürsünüz. Pol layihəsi bu vəziyyətdədir. Evin pəncərəsinin qabaqlarında da ki, yəni artıq şkaturlar vurulan şkaturlar dağıntılmış vəziyyətdədir. Yəni çox xahiş edirəm aidiyyatı qurumlardan mənim bir vətən oğlu kimi səsimə səs versin.